Yerləşmə, görünüş, keyfiyyət, premium. Bu saydıqlarım sizin üçün önəmlidirsə, bu mənzili izləməyinizi məsləhət görürəm. Niyə? Bir-bir izah edeyim nə üçün. Yerləşir 28 mayda şəhərimizin düz mərkəzində. Yenilikli premium binada. Keyfiyyət cəhətdən mənzil çox keyfiyyətli təmir olunub. İndi onların hamısını bir-bir sizə göstərəcəm necə. Görünüş cəhətdən də mənzil dizayner tərəfindən dizayn əsasında təmir olunub. Ona görə bütün rənglər, hər bir şey hamısı bir-birinə uyğunlaşdırılıb. Videonun sona qədər izləyin, siz də mənzil haqqında fikirlərinizi bizimlə bölüşün. Mən isə vaxt itirmədən başlayıram mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə, bu hissədə deməli, belə bir açarlıq, böyük güzgümüz yerləşdirilib və dolab yığılıb bu tərəfdə. İçərisini də göstərim, dərinlikdə çox yaxşıdır. Tam axıra kimidir, yuxarı hissələr də eyni ilə şkafdır. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmasında spotlar, gizli işıq əlavə olaraq bura işıqlardan da istifadə olunub. Otaqların yerləşməsini nəzərə çatdırırım. Bura deməli mənzilin sanitar qovşağıdır. Solda 2 yataq otağı, uşaq otağı, əsas yataq otağı, mətbəx, burada kiçik sanitar qovşaq və buranın da artıq gördünüz mənzilin gözəl qonaq otağıdır. Və mənzil tam hazırdır. Necə var? Elə satılır. Bütün mebel, texnika hamısı yenidir və hamısı da qiymətə daxildir. Nəyimiz var? Başlayaq, mən bir-bir sizə göstərim. Bu hissədə 6 nəfərlik masamız yerləşdirilib, mərmərdir, onu nəzərdə çatdırırım. Buradan mənzilin balaca bir eyvanına çıxış var. Ən əsası gəlin o gözəl panoramanı sizə göstərim. Mənzilin demək olar bütün otaqlarından şəhərə gözəl panorama açılır. Deməli, burada sol tərəfdə görürsünüz dəniz, bayraq meydanı, alov güllələri, yəni tam qarşısı açıqdır, çox gözəl də panoraması var, axşam xüsusilə gözəl görsənir. Keçək, mən sizə göstərim, burada olan digər nə var onları. Divan, kreslo yerləşdirilib hazırdır. Divarda bura işıqlardan istifadə olunub, mərkəzdə gözəl lüstrumuz, trek işıqlar, spotlar, divarda gözəl lepka işləmələr və nəzərə çatdırım ki, divarlarda dekorativ sədəf boyadan istifadə olub. Yəni adi emulsiya və yaxud divar kağızı deyil. Bu hissədə TV stendimiz yığılıb, aşağı hissəsi şkafdır. Mərkəzdə böyük ekran televizorumuz yerləşdirilib və mənzildə olan istifadə olunan elektrik qutularda Aginal, Panasonic'dir. Yəni bunların qiymətlərini bilənlər bilir. Ona görə mən hər xırdalığı sizin nəzərə çatdırıram. Kondisionerə kimi qoyulub, hamısı hazırdır. Yəni hazır gir-yaşa mənzildir. Əlavə nəsə almağa ehtiyac yoxdur. Qonaq otağından bu qədər. Keçirik mənzilin mətbəxinə. Bayaq qeyd etdim, burada yerləşir. Ölçüsü də yaxşıdır, yəni eni uzunluğu kifayət qədərdir. Yəni bu ölçüdə mənzil üçün, yəni dar uzun otaqlar deyil, onu nəzərə çatdırırım. Buradan da yenə mənzilin böyük eyvanına çıxış var. Həm buradan, həm də yataq otağına. Gəlin elə onu da göstərim. Bunları göstərirəm ki, sizin mənzil haqqında, panoraması haqqında tam təsəvvürünüz yaransın. Deməli, buradan da belə bir eyni panorama açılır. Şəhər istiqamətində. Qarşısı da açıqdır, gün düşən mənzildir. Yəqin ki, videodan da hiss edirsiniz bunu. Və mətbəximizdə nə var? Onu nəzərdə çatdırım. Yeni mətbəx mebelimiz yığılıb 3 hissədən ibarətdir. Yuxarı hissələrdə eyni ilə şkafdır. İçərisini göstərim. Bunların hamısını göstərirəm ki, dərinlik barədə tam təsəvvürünüz yaransın. Bütün texnikalarımız var. Deməli, paltaryan, burada qabyan və bu hissədə soyuducu yerləşdirilib. Yuxarı hissə şkaf, konserləri kimi hər bir şey qoyulub. Hazırdır. Üst hissəsi, burası mərmərdir. Onu nəzərdə çatdırım. Tavan hissəni ümumi olaraq göstərim. Lüstr spot, hər bir şey qaydasındadır. Keçək, sanitar qovşaqları göstərim bura. Deməli, əsas sanitar qovşağımız böyük olanı, gözəl, maraqlı, teksturalı qranitlər seçilib, onu nəzərə çatdırım. Divar içi aksesuarlarda istifadə olunub. Bunlar hamısı qroxdur. Yəni qiymətini bilənlər bilir. Üst hissəsində burada şkafımız yığılıb. Boydadır. Yəni hər bir şey tam qaydasındadır və burada təbii ki, üstü döşəmə ilə təchiz olunub. Burada isə yerləşir mənzilin kiçik sanitar qovşağı. Burada da bütün aksesuarlar hazırdır. Dediyim kimi qroxdur bütün sistemi
və Eza firmasından istifadə olunub. Mötəzin yuxarı hissəsində də yenə şkafımız yığılıb. Və keçirik mənzilin yataq otaqlarına. Burada yerləşir mənzilin əsas yataq otağı. Ölçüsü, yəni kifayət qədər genişdir. Bayaq dediyim eyvana buradan da çıxış var. Yəni bütün otaqlardan eyvana çıxış var. Burada nəyimiz var? Burada gözəl meykapımız, masa, deməli böyük güzgü yerləşdirilib. Yuxarı hissəsində kondisioner, taxtımız yerləşdirilib. Hazırdır bu hissədə masamız və yataq otağın bu tərəfində dolab yığılıb. Yəni bunlar hamısı hazırdır. Mənzil hazır, köç, yaşam mənzildir. Yastıqlarımız da buradadır. Divarlarda gözəl lepka işləmələr var. Görürsün, yəni ki, TV internet çıxışı burada nəzərə alınıb. Mərkəzdə yenə lüstrumuz, trek işıqlar, spotlar, hər bir şey tam qaydasındadır. Keçək mən sizə göstərim uşaq otağına, sonra mənzilin qiymət və digər məlumatları nəzərinizə çatdırdım. Burada bizim uşaq otağımızdır, yəni ölçüsü kifayət qədər genişdir. Yəni uşaq otağı üçün 2 ədəd taxt yerləşdirir. Görürsünüz, arxa hissəsi, yuxarı hissələrdə şkaflardır. Kondisionerimiz bu hissədə yenə dolab var. Yəni yer kifayət qədərdir. Paltar, ayaqqabı, kitab, dəftər, bütün əşyalarınızı tam rahatlıqla yerləşdirmək olar. Burada da yazı masamız, belə TV, internet çıxış, hər bir şey, hər xırdalığılan kimi nəzərə alınır. İstər sistemi, kombidi, radiatorlarda hamısı quraşdırılıb, hazır vəziyyətdədir. Belə, mən demək olar, mənzildə nə var, nə yox, hamısını xırdalığına qədər sizin nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Mənzil yerləşir şəhərimizin mərkəzində 28 may metrosunun düz yanında. Yeni tikili premium binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Yerləşir, deməli 17 mərtəbəli binanın 16-cı mərtəbəsində gördüyünüz şəkildə satılır. Bütün mebel, texnika, hər bir şey hamısı qiymətə daxildir. Ölçüsü 95 kvadratdır. Sənədlər qaydasındadır. Çıxarış, yəni kupça da var və mənzilin start olaraq qiyməti 450 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.